Değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Yeni bir həyət evi çəkib sizlərə təqdim edəcəm. Həyət evinin çöldən görünüşünü sizlərə təqdim edirəm. Dörd bir tərəfi açıqdır. Yəni heç bir evə birləşik yoxdur. Hündür quru ərazidir. Buradan prospekt yola olan mənzərəsini sizə göstərirəm. Ev yeni tikilib, təmir edildikdən sonra yaşayış olmayıb. Evin qarşısına qədər asfaltdır, mərkəzi kanalizasiyadır. Giriş darvazamızdır burada. Həyətə rahatlıqla 2 maşın daxil ola bilir. 2 mərtəbəli həyət evidir, 5 otaqlı. Kupçalıdır və dövlət ipotekasına yararlı bənzindir. Həyətə rahatlıqla 2 maşın daxil ola bilir. Həyətdə yeraltı su hövzəsi 2 tonluq və evimiz kürsülüdür. Kupçası əldədir, dövlət ipotekasına dediyim kimi yararlı bir mənzildir. 6 daş kürsüdür. Daxil olaq evə. Daxil olduqda birinci mərtəbədə qonaq otağı, mətbəximiz yerləşir. Giriş dəhlizimizdir. Ümumi sahəsi çöldən çölə 150 kvadratdan ibarətdir. Bura evin qonaq otağıdır. Sahələri çox genişdir. Kupçada 121 kvadratdır. Mənzilə nəqd və ipoteka yolu ilə sahib ola bilərsiniz. Bura bir qonaq otağıdır. Mənzildə istilik sistemi kombidir. Kombi aparatı, radiatorlar, çıraqlar, pərdələr hamısı asılı şəkildədir. Bura evin mətbəx hissəsidir. Gördüyünüz kimi radiatorlar quruludur. Mətbəx mebeli də quruludur. Sadəcə köç yaşa bir evdir. Zövqlə təmir edilib. Mərtəbələr arası monolit betondur. Burada sanitar qovşağıdır, tam təchizatlıdır. Asma tavandır, isti döşəmədir. Və pilləkənin altında əlavə bir dolab var. Artıq əşyaların yığılması üçün. Pilləkənlərlə rahatlıqla qalxmaq olur evə. Evin bütün kommunalları mövcuddur. Yəni bütün sayğaçlar qurulu şəkildədir. İkinci mərtəbənin dəhliz hissəsidir. İkinci mərtəbədə 4 yataq otağıdır. Bütün otaqların dediyim kimi çıraqları, pərdələri asılı şəkildədir. Otaqların hər birinin sahəsi çox genişdir. İkinci yataq otağı ikinci mərtəbədə. Üçüncü yataq otağını sizlərə təqdim edeyim. Bütün otaqlar dediyim kimi sahələri çox genişdir. Yataq dəstləri çox rahatlıqla yerləşəcək. Hündür quru ərazidir. Xırdalanın girişinə çox yaxındır. 4-cü yataq otağı. Polis bölməsinin, Abşeron polis bölməsindən 300-400 metr məsafədədir. Burası isə ikinci mərtəbənin sanitar qovşağıdır. Tam təchizatlıdır. Buradan isə evin eyvanına çıxırıq və ümumiyyətlə ərazini sizə göstəririk. Ətraflı ev haqqında məlumat almaq üçün bizimlə əlaqə saxlayın. Kanalımıza abunə olmağı unutmayın. Videonu bəyənin, rəylərinizi yazın. Satışda eviniz, mülkünüz varsa bizlərə müraciət edin. Satışına qısa bir müddətdə yardımcı olaq. Ev haqqında bu qədər. Sağ olun. Yeni çəkişlərdə görüşənə qədər.